Bu həyatda insan üçün ən vacib şeylərdən biri və hətta deyərdim, bir nömrədə vaciblikdə olan bir şey onun sağlamlığıdır. Çünki insan qısa bir müddətliyinə belə olsa sağlamlığını itirdiyi zaman artıq onun başına gələn və yaxud da hər hansı artıq müəyyən bir problemi olsa belə onun o itirdiyi sağlamlıqdan vacib olmayacaq. Vacib olsa belə onu həlli üçün, həmin o problemin həlli üçün o insanın o əvvəlki gücü olmayacaq. Ona görə hər zaman sağlamlığınız sizin üçün prioritetdə olsun, ilk növbədə olsun, birinci sırada olsun. Çünki sağlamlığınızı itirəndən sonra, yenə deyirəm, o əvvəlki sizin gücünüz olmayacaq. Hər hansısa bir problemlə mübarizə aparasınız. Hər zaman diqqətli olun özünüzdən müğayət olun. Kənardan bu insan sağlamlığına həddindən artıq çox diqqət yetirir kimi görsənsə də, kənardakı insanların fikrinə siz çox da əhəmiyyət verməyin. Onsuz da insanların 99%-i sizin yaxşılığınızı istəmir. İstəyən insanların da 1%-dir, onlar da çox azdır. Ona görə bu dediyim sözləri unutmayın və sağlamlığınıza dönə-dönə fikir verin.